Aha, deməli, bir daha salamlar uşaqlar. Baxırıq Dəli Kür əsərimizin, İsmail Şıxlının Dəli Kür əsərinin ikinci hissəsinin izahına. Əsərin birinci hissəsini izah elədik. Burada biz nələr gördük? Burada gördük ki, birinci hissədə daha çox Cahandar ağanın Göytəpə kəndindən, Cahandar ağanın ailə həyatındakı problemlərdən, yəni Cahandar ağanın evli bir qadını qaçırıb gətirməsi öz arvadının üstünə və bundan sonra başlayan problemləri gördük biz birinci hissədə. İkinci hissəmizdə isə, əsərin ikinci hissəsində isə daha çox ictimai-siyasi problemləri görəcəyik. Əsərin ikinci hissəsi ictimai-siyasi, birinci hissəsi isə məhz Cahandar ağanın ailə həyatı ilə bağlı olan problemləri əks elətdirir. Əsərimiz ümumiyyətlə, bunu da deyim sizə, bilirsiniz ki, tarixi romandır. Əsər tarixi roman olmasına baxmayaraqdan, əsərdə ailə məişət problemlərinə də toxunulub. Yadınızda saxlayın. Əsər tarixi romandır, amma ailə məişət problemlərinə də toxunulub əsərimizdə. Deməli, ikinci hissədən başlayaq. İkinci hissəmiz nə ilə başlayır? Yenə burada da bolca ixtisarlar var. Deyəcəm elə əsas hadisələr demək olar ki, bəzi bir sıra əsas hadisələr ikinci hissədə baş verir. Deməli, Göytəpə kəndinin ucqarında Xır yolunun üst tərəfində 3 otaqlı bir bina var. Səsim tutulub bu arada. 3 otaqlı bir bina var. El arasında bura Zayiş deyirlər. Qocalar deyirlər ki, düz bir il gecəli gündüzlü işləyəndən sonra yol hazır oldu. Deməli, Göytəpə kəndinin ucqarında, yəni yüksəkliyində, Xır yolunun üst tərəfində 3 otaqlı bir bina var. Və bu binanın olduğu yol, həmin o yolun üstü, o ərazi Zayej adlanırmış. Həmin o yolu da buradakı qocalar deyirlər ki, düz bir il gecəli gündüzlü işləyib, sonra nəticədə bu yolu hazır eləyə biliblər. Bu yol da çox gedişli gəlişli məşhur bir yoluymuş. Yəni buradan tarixi şəxsiyyətlərimiz çox keçib. Məsəl üçün Qacar buradan keçib, yəni bu yoldan keçib. Tarixi şəxsiyyətlər bu yoldan keçib gedirmiş. Bu yolun da üstündə bir ev var imiş. 3 otaqlı, yəni daha doğrusu bir bina var imiş. Hansı ki bu bina da əvvəl bir ev olaraq tikilir, amma burada yaşayış olmadığına görə baxın, yolun kənarındakı ev isə sahibsiz qaldı. Sonradan bu yol elə bir ki, hazırlanır, qutarır. Ustalar falan gelir hamı. Yolun kənarında bu tikilən 3 mərtəbəli bina ev sahibsiz qalır və bir müddət sonra bura elə bil ki başlayır, yəni sökülüb tökülməyə də pis vəziyyətə qalır. Hətta buranın qapı pəncərəsini oğurlayırlar bəzi insanlar, ev pis günə qalır. Bunun da üstündən bir müddət keçəndən sonra yenidən həmin ev təmir olunur, bərpa olunur və bura poçt binasına çevrilir. Burada poçt binası olur. Bu poçt binasında da bildiyimiz poçt binası kimi, yəni fəaliyyət göstərir bu bina. Üstündən biraz keçir və baxın 2 il bundan əvvəl bura 24-25 yaşlarında bir oğlan gəldi. Hansı ki bu oğlanın adı Əhməddir. Əhməd gəlir bu əvvəllər poçt binası olan binada qalmağa. Əhmədin neçə yaşı var? 24-25. Aha. 24-25 yaşı var Əhmədin. Əhmədə əvvəl yəni çox belə soyuq yanaşırlar. İndi oxuyanda da görəcəyik. Əhmədə əvvəl çox soyuq yanaşırlar və onu hətta hansı dindən olduğunu belə, yəni şübhələnirlər ki, bu müsəlmandır yoxsa xristiandır. Çünki fikirləşirlər ki, o yəni görünüşünə görə, yəni qara qaşı, qara gözü var, danışığı da müsəlmanca danışır da, yəni bizim dildə danışır. Amma bir tərəfdən də başına şapka qoyurdu. Baxın, burada verəcək şapka qoyurdu. Biz normalda papaq taxırıq, ruslar isə şapka taxırlar. Baxın, burada da verilib. Şapka taxırdı deyə də geyimi falan rus dilində idi, daha doğrusu rus kimi idi deyə onu həmçinin rus kimi tanıyırdılar və buna xristian kimi də yanaşırdılar. Yəni heç bunun hansı dindən olduğunu dəqiq bilmirdi cəmaət və şübhələnirdi. Xristian olduğunu düşündükləri üçün də çox Əhmədə yaxın durmurdular. Aha, deməli 2 il bundan əvvəl bura 24-25 yaşlı bir oğlan gəldi. Cəmaət arasında bir müddət ona Poçt Əhməd, sonra isə baxın, şapka geyindiyinə görə Rus Əhməd. Deməli, Əhməd birinci Poçt Əhməd, sonra da Rus Əhməd adlandırılır. Niyə Poçt Əhməd adlandırılır? Çünki əvvəllər poçt binası olan bir binada qalırdı. Belə elə bir tanımlamaq üçün Poçt Əhməd deyirlər. Sonra da şapka geyindiyinə görə. Müsəlmanlar papaq taxır, ruslar şapka taxırmış. Yəni, Rus baş geyimiymiş də şapka. Onun taxdığına görə də Rus Əhməd deyirdilər. Əvvəllər ona heç kəs yaxın durmazdı. Xaçpərəstlə nə işimiz var deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isnişdilər.
Rus Əhməd bəzən Zayejin eyvanında oturub kitab oxuyurdu. Baxın, bəzən burada eyvanda oturub kitab oxuyurmuş, bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər. Uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı çoğullu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı. Baxın, ümumiyyətlə fikir versəz, görərsiniz ki, ikinci hissənin sırf bu hissəsində baş verən hadisələr, ikinci hissənin əvvəlində baş verən hadisələr əslində birinci hissədəki hadisələrdən əvvəl baş verib. Yəni sanki burada yazıcı bir xatırlatma eləyir. Baxın, Əşrəfin uşaqlığını və Əşrəfin Əhmədlə, bu post-Rus Əhmədlə tanışlığını yada salır. Bu Əşrəf hələ burada uşaqdır, amma birinci hissədə artıq biz Cahandar ağanın nitqindən, yəni düşüncəsindən öyrənirik ki, Əhməd artıq Qori müəllimlər seminariyasında işləyir. Deməli, burada Əşrəf də var idi, Cahandar ağanın kiçik oğlu. Bu Rus Əhmədin yanına gəlib onun kitablarına qulaq asırmış, ondan dərs alırmış, bir növ belə deyək, təlim-tərbiyə alırmış. Və bu Rus Əhməd, yəni bu poçt Əhməd necə bu uşaqları başına yığır, necə bu uşaqlarla isnişir. Bir gün bu poçt Əhməd qırqovul ovlamağa gedir, quş ovlamağa gedir. Quş ovlamağa gedəndə də bir quş vurur və arxasına çönür, səs gəlir arxasından, onu çağırırlar. Arxasına çönür, görür ki, bir 14-15 yaşlarında bir oğlan onun arxasında durub və deyir ki, o mənim qırqovulumda, yəni onu mən vurdum, mənimdir, mən ovlamışam. Bundan sonra nəysə, bunlar belə qaynayırlar, qarışırlar, dost olurlar, deyirlər, gülürlər və günün axırında Əhməd, bu poçt Əhməd tutduğu həmin o oğlanda, həmin o 14-15 yaşlarında deməli Əhmədin arxasında durub o qırqovulu mən vurmuşam deyən oğlanda bu Cahandar ağanın kiçik oğlu Əşrəf idi. Yəni bunların tanışlıq hekayəsi belə olur, belə deyək. Sonradan çönür, baxır ki, bu oğlandır, balaca oğlandır. Bir yerdə günlərin keçirdirlər, deyirlər, gülürlər. Nəsə axşam olanda hər öz evinə çəkiləndə Əhməd öz ovladığı qırqovulu da bu Əşrəfə verir və deyir ki, yəni Allah da sənin olsun. Öz ovladığı qırqovulları da verir buna. Əşrəf də deyir ki, bəs niyə mənə verirsən də? Bunları mən ovlamamışam ki, sənindir. Əhməd də buna cavab verir ki, nə olacaq ki, yəni mən bir adamam, bir nəfərəm də, yəni sənə lazımdır, sən götür apar. Bundan sonra bunlar belə dostlaşırlar. İndi davam eləyək. Baxın, burada qoşa nöqtə, 3 nöqtə qoyulmuşdu. 3 nöqtə qoyulan hissələr bilirsiniz ixtisarlarda, o ixtisar hissəsindən danışdıq. Baştalyonun qapısı döyüldü, Əşrəf içəri girdi. Baxın, artıq günlərin birində başqa bir hadisəyə keçirik. Günlərin bir günündə bu Əşrəf, Cahandar ağanın kiçik oğlu, Əhmədin qapısını döyür və içəri girir. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoyur və stolun üstünə səpələnmiş kağızlara nəysə yazan Əhməd qanrılıb ona baxır. Deməli, Əşrəf gəlmişdi günlərin bir günü Əhmədgilə və əlində böyük bir bağlama gətirmişdi. Onu gətirir stolun üstünə qoyur. Əhməd də çönür, baxır ki, bu kim gəlib də, yəni. Sonra Əhməd deyir, ay, xoş gördük səni, demək gəldin, çox yaxşı, bəs bu nədir? Əşrəf deyir, anam göndərdi Əhməd lələ. Dedi ki, adam qəribə hörmət eləyər. Qəribə, yəni belə deyək də, xariciyə, yəni yad adam, belə bilirsiniz də onsuz da. Deyir, anam göndərib, deməli Əşrəfin anası göndərib ki, və deyib ki, adam qəribə hörmət eləyir, yəni pay olaraq göndərib də. Onlar sustular. Əşrəf kitablara baxdı. Bunların hamısını oxumusanmı? Əşrəf onun kitablarına baxır və deyir ki, bunların hamısını oxumusan. O da deyir ki, oxumuşam. Səni də öyrədəcəm. Rusca yazmağı da, oxumağı da biləcəksən. Baxın, Əhməddən Əşrəf soruşur ki, sən bu kitabların hamısını oxumusan? Hələ demək olar ki, birinci dəfə gəlirdi də, yəni təzə-təzə gəlirdi Əhmədin evinə. Kitabları görür, deyirsən bunların hamısını oxumusan? Əhməd də deyir ki, hə, hamısını oxumuşam, səni də öyrədərəm. Yəni rusca yazmağı da, oxumağı da sənə öyrədərəm. Sonradan da Əşrəf cavab verir ki, mənim bir-iki dostum da var. Onları da öyrədərsənmi? O da deyir, niyə öyrətmirəm? Qoy gəlsinlər, elə otağın birini boşaldıb sinif eləyərik. Özümüzün məktəbimiz olar. Baxın, burada deməli deyirik, Əhməd deyir, uşaqlar başına yığıb onlara kitab oxuyardı. Bax, həmin uşaqlar bu Əşrəfin gətirdiyi dostları və onun əhatəsidir. Sonra təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr eləyirdi. Faytonçu geri qanrıldı. Bağışlayın cənab, adınızı da bilmirəm. Aleksey Asipoviç, deməli Aleksey Asipoviç kim idi? Bu faytonda gələn. Artıq burada yeni bir hadisəyə başlayırıq. Görürsünüz, müəllif sanki bilirsiniz də, bu əsərin birinci hissəsindən də bilirsiniz ki, hadisələri belə, necə deyək, kəsik-kəsik verib. Yəni hadisələr səhnə-səhnə verilib.
Buradan artıq yeni bir səhnə başlayır. Təpələrin ətəyində yolla irəliləyən bir fayton var imiş. Gözünüzün qabağına gətirin. Faytonda bir dənə belə kostyumlu bir kişi oturubmuş. Həmin faytonu da sürən bir oğlan var imiş, bir kişi var imiş və faytonçu qayıdır, çönür ona deyir ki, bağışlayın cənab, adınızı da bilmirəm, nəsə söz demək istəyirdi. Bu da deyir Aleksey Osipoviç. Aha, Aleksey Osipoviç hələ 4 il əvvəl, baxın burada Aleksey Osipoviç barədə məlumat alırıq. Hələ 4 il əvvəl Qori Seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladım. Seminariyanın direktoru Dmitri Semyanov, baxın. Aha, bir dəqiqə. Dmitri Semyanov 4 il əvvəl olan bir hadisəni xatırlayır bu poçtalyon, daha doğrusu faytonda oturan Aleksey Osipoviç və yadına salır ki, seminariyanın direktoru Dmitri Semyanov müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Şuşada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyanov Aleksey Osipoviçi yanına çağırdı. Semyanov sakitcə sözə başladı. Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açılır. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən, yeni məqsədlərdən qorxmayın. Yox, yeni məktəblərdən, yeni məqsədlərdən deməli, qorxmayın. Mən sizə bir dəqiqəyə mən niyə arxada aşağı düşürəm axı? Yeni məktəblər, yeni məktəblərdən, yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın, mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Baxın, buranı biraz anlamaq sizə çətin gələ bilər. Bu faytonda oturan oğlan ki var idi, Aleksey Osipoviç. Bu öz adını deyəndən sonra bu elə bir ki, bunun xəyalında bir xatirə canlanır. Hansı ki, o vaxt deyir, baxın, seminariyanın direktoru var idi, Dmitri Semyanov. O da müsəlman şöbəsinin açılması ilə bağlı bir məsələ irəli sürmüşdü. Lakin bu Şuşada böyük bir mübahisə yaranmışdı. Bunu həyata keçirmək mümkün olmamışdı. O da fikirləşirdi ki, biz nə etməliyik? Yerli hakimlər gətirməliyik. Yəni ki, artıq hakimiyyətə yerli hakimlər, yerli məmurlar gətirməliyik və bunu da gətirilmək üçün yerli uşaqları oxutdurmaq lazım idi. Buna görə də deyir ki, yəni özümüzünkülər, öz yerli uşaqlarımız oxumalıdır, savadlanmalıdır ki, yerli məmurlarımızın sayı artsın da. Bunun üçün də deyir ki, yeni məktəblərdən yeni məqsədlər üçün istifadə eləməliyik. Bu işdə fədakarlıq lazımdır, yəni uşaqları yığmaq lazımdır. İlk illər çətinlik olacaq, o da bilirdi çətinlik olacaq. Niyə? Bax, bu nitqin hamısı, yadınızda saxlayın, bu nitqin hamısı Dmitri Semyanova aiddir. Deməli, seminariyanın direktoru olan Dmitri Semyanova aiddir bu nitqlərin hamısı. Dmitri Semyanov həmçinin bilirdi ki, bu işi eləmək ilk illər çətin olacaq. Çünki o dövrlərdə xristianlarla müsəlmanların bir yerdə oxumağı falan, yəni ancaq bilirsiniz də Quran dərsləri keçilirdi. Ancaq müsəlmanca dərslər keçilirdi. Elə əsərin bir hissəsində onun da şahid olacaq. Yəni dərslik versiyasında verilməyib, səhvim yoxdursa, amma mən deyəcəm sizə. Ancaq müsəlmanca dərslər keçirilirdi. Yəni bu da bir ali təhsil sayılmırdı. Ona görə deyir ki, ilk illər bizim üçün çətin olacaq və heç kim də öz uşağına imkan verməzdi ki, xristianlarla bir yerdə oxusun da. Yəni müsəlman olan heç kim imkan vermirdi buna. Ona görə müsəlmanlar ancaq öz təhsilini verilir. Müsəlmanların da təhsili ancaq Quran oxutmağı idi, dini müsəlmanca təhsil idi. Amma əslində bu digər təhsil növünə də yönəlməli idilər də, amma ona da yönələ bilmirdilər, çünki həmin məktəbdə rus uşaqları da oxuyurdu, xristianlar da oxuyurdu. Ona görə deyir ki, ilk illər çətinlik olacaq bizim üçün. Amma siz nə lazımdırsa eləyin, mən sizin arxanızdayım. Bunları deyən Dmitri Semyanovdur. Sonradan sözə başlayır Aleksey Osipoviç və deyir ki, taparıq bax, bu Dmitri Dmitriyeviç, bunun adını burasını deyə bilmirəm. Dmitri Dmitriyeviç də deyirlər bu kişinin adına. Dmitri Semyanov da deyirlər. Yadınızda saxlayın. 2 dənə adı var. Deyir, taparıq, yəni narahat olma, kənd-bəkənd gəzməli olsam da tapacam. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. Baxın, burada, bu hissədə görürsünüz, Aleksey Osipoviçin faytonda niyə olmağı, yəni faytonla hara getməyi, nə məqsədlə getməyinə müəllif toxunub. Sanki belə kinolarda olur da, bilirsiniz, filmlərə baxdıqca arada, nə bilim, həmin hadisənin baş verməyi ilə bağlı tarixin göz önümüzə gətirir, ya bir xatirənin göz önünə gətirir rejissor. Burada da eyni şəkildə. Deməli, bu məqsədlə deyir, Aleksey Osipoviç səfərə çıxmışdı ki, kənd-bəkənd gəzib, yəni seminariyada oxumağa uşaqlar
yəni yığsında. Gecədən xeyli keçmiş Zayejin qapısı döyüldü. Yəni bu Əhmədin evinin qapısı döyüldü. Əhmədin evinin qapısı niyə döyülür? Bunu duyan Aleksey Osipoviç idi. Bu evdə ki, yol üstündə idi, dediyimiz kimi məşhur bir yolun üstündə idi və artıq məcburi şəkildə gecəyə düşdüyünə görə gecələməli olur. Aleksey Osipoviç qapını döyür və burada gecələyir. Əhməd cəftəni çəkib qapını araladı, qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağında və ya stolun üstünə yığılmış kitablar, dəftərlər onun diqqətini cəlb etdi. Deməli, baxın, Aleksey Osipoviç içəri girəndə görür ki, vərəqləri dikilib. Deməli, diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı, vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi, sonra dəftərləri açdı. Baxın, Aleksey Osipoviç içəri girir və qəribə bir hadisə ilə, yəni onun üçün, həmin dövr üçün qəribə olan bir şeylə qarşılaşır ki, yəni içəridə qlobuslar, xəritələr, kitablar var da. Yəni deməli bu insan təhsilə meylli bir, maarifçi bir insandır. Baxır, onun diqqətini cəlb eləyir. Atları rahatlayandan sonra içəri samvar aparmağa gələn qonağın Əhməd, qonağın deməli dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Deməli bu hissədə də Əhməd nə edirdi? Gedirdi ki, çay gətirsin qonağa, amma görür ki, o dəftərlərə baxır, ayaq saxlayır. Aleksey Osipoviçin səsə qanrılıb baxdı. Siz müəllimsiz? O da qayıdır Əhməd deyir ki, siz müəllimsiz? Bəli, bilirsinizmi cənab? Əslində mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilicanlar buradan gəlib keçərdim. Mən də necə deyərlər, boş evdə qaravul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı pozu öyrədirəm. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Baxın, Aleksey Osipoviç bu Əhməd deyəndən sonra ki, mən uşaqları başıma yığıb yazı pozu öyrədirəm. Bunda Aleksey Osipoviç çox belə sevinclə qarşılayır ki, yəni siz bilirsiniz nə qədər böyük bir iş görürsünüz. Burada nə var ki, deyə Əhməd sakitcə cavab verdi. Adınız nədir? Əhməddir. Əvvəllər kənd arasında mənə Poçt Əhməd deyirdilər. Sonra Rus Əhməd oldum. İndi isə yavaş-yavaş Uçitel Əhməd. Uçitel də bilirsiniz də Rusində yəni müəllim deməkdir. Müəllim Əhmədə çevrilirəm. Görək sonra nə olacaq? Poçt Əhməd deməli buradan görürsüz bir yenə qoşa nöqtə qoyulub. Aleksey Osipoviç qəhqəhə çəkib güldü. Yəni Poçt Əhməd deyib gülür yəni bu ifadəyə. İndi uçitel olmusan. Deyir indi uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Deməli, Əhmədin kənddəki uşaqlara dərs deməyini böyük xidmət olaraq görən kim idi? Aleksey Osipoviç idi. Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. Bağışlayın, siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç. Baxın, bu Aleksey Osipoviçə həmçinin bir digər adı ilə Çernyayevski də deyirdilər. Əhməd qayıdır deyir ki, yəni mən sən barədə eşitmişəm də, yəni siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç. O da qayıdır deyir ki, bəli, düz tapmısınız. Bəs siz mənim adımı hardan bilirsiniz? O da deyir ki, Əşrəfin məktublarından. Baxın, deməli bunların ortaq bir tanışı var. Aleksey Osipoviç də Əşrəfi tanıyır. Çerniyevski də, estağfurullah, Poçt Əhməd də Əşrəfi tanıyır. O həmişə sizdən yazır. Axı onu mən oxuşmuşam. Axı onu mən oxutmuşam. İndi sizin tələbənizdir. Çox yaxşı tanıyıram. Deməli, baxın, burada Əhmədin artıq şahidi oluruq ki, Əhməd Qori müəllimlər seminariyasında oxuyur. Orada oxuyur və bu necə orada oxuyurdu? Orada deyir sizin tələbənizdir, deyir Aleksey Osipoviçin tələbəsidir. Necə orada oxuyurdu? Cahandar ağa o vaxt bunu balaca oğlu idi axı Əşrəf. O vaxt Əşrəfi Qori müəllimlər seminariyasında oxumağa göndərir. Bunu da nə üçün eləyirəm? Çox həm fikirləşir ki, oxuyar, yəni bir yerə çıxar, yəni sənəd olar da oxumağı yaxşıdır. Həm də daha çox fikirləşir ki, yəni bunda bir belə deyək, siyasi məqsədi var idi. Fikirləşir ki, yəni oxuyar, gələr, bəlkə deyir daha yüksək yerlərdə olar, mənim də adım qalxar da. O deyir Qori müəllimlər seminariyasında oxuyub gəlsə, mənim də adım qalxar. Elə daha yaxşı yerlərdə olar. Elə Cahandar ağanın Əşrəfi Qori müəllimlər seminariyasında oxutmağının əsas səbəbi də elə bu idi. Deməli, sonra Aleksey Osipoviç deyir ki, çox yaxşı tanıyıram Əşrəfi. Ən yaxşı oxuyan tələbələrimіздəndir. Demək siz mənə kömək edə biləcəksiniz. Ondan sonra bu hissədən sonra baxın burada qoyun deyim.
Buranı da deyək. Deməli, görün burada dərslik versiyasına verilib, yoxsa verilməyib? Hə, yox, verilməyib. Deməli, burada görəcəksiniz ki, bildiniz də, yəni Aleksey Osipoviçlə bu nə idi onun adı? Əhmədin danışığı olur və burada o ona deyir ki, yəni mən hiss edirəm ki, sən mənə köməklik eləyə biləcəksən də. Yəni sən mənə uşaq yığmaqda kömək eləyə bilərsən. Bəs başlayır deməyə ki, mən də bura uşaq yığmağa gəlmişəm ki, aparaq, oxudaq. Belə elə bu hissədə Əhməd də ona deyir ki, bu çətin olacaq. Çünki bunların kəndində bir molla var idi. Bu da hansı ki, Molla Sadıq idi. Belə Sadıq yazaq sadəcə. Molla Sadıq var idi. Bu da bizim molla obrazımızda hansı ki, bu da uşaqlara müsəlmanca təhsil verirdi güya. Amma yəni heç normal bir obraz deyildi də. Yəni əsərin içində də onun nə qədər özünü ifşa eləməklərini görəcəyik biz. Hə, bu Molla Sadıq var idi. Bu deməli nə edir? Uşaqlara ancaq müsəlmanca təhsil verirdi, ancaq Quran öyrədirdi falan. Özü amma çox yararsız bir insan idi də, belə deyim, çox mənfi bir obrazdı. Hə, bu Əhməd deyir ki, amma mən inanmıram da, yəni bizim kəndin mollası, yəni Molla Sadıq bu məsələyə imkan verə, icazə verə. Aleksey Osipoviç də deyir, mən onsuz da bilirəm də, yəni çətin olacaq. Gedib özümüz danışarıq, yəni ondan yoluna qoyarıq. Hər nə qədər çətin olsa da, mən deyir inanıram ki, yəni bacaracağıq da bu işi. Belə sadələşdirib deyirəm sizə. Hə, nəsə bu səhnə burada qurtarır. Ondan sonra keçirik təzə səhnəmizə. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən od tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Baxın, Cahandar ağa axşam vaxtı yatmağa hazırlaşırdı və eşidir ki, nökərlər od tayasına nökərlərdən eşidir ki, od tayasına od vurulub. Belə məqamlarda da bilirsiniz də, düşmənlər bir-birlərinin axşam vaxtı od tayalarına od vururdular və evin sahibi, yəni o düşmən obraz çölə çıxanda ki, nə var nə yox deyə baxmağa çıxanda qapıdan çıxan kimi onu vururdular. Hətta bu hadisəyə biz Müsbət Fəxrəddin, Nəcəf Eyvəzirovun Müsbət Fəxrəddin əsərində rast gəlmişdik. Orada da yadınıza düşür, Rüstəmgildə söhbət gedirdi ki, bəs axşam çıxar, yəni axşam od tayalarına od vurarıq, çıxar, bəs güllə borana tutarıq Fəxrəddini, onun ailəni. Hə, burada da həmin hissədir. Görürsünüz, demək olar ki, eyni hadisəni Cahandar ağanın başına gətirmək istəyir. Kim? Kim istəyir? İndi görəcəyik. Deməli, Cahandar ağa da eşidir ki, od tayasına od vurulub. Baxın, tədbirli bir obrazdır. Belə hallarda düşmənin puskuda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən tüfəngi götürüb pəncərədən bayıra atıldı. Qapıdan çıxmır ki, bunu çıxan kimi vuracaqlar. Pəncərədən atılır. Deməli, Cahandar ağanın necə bir obraz olduğunu görürük. Tədbirli bir obraz olduğunu görürük. Aha. Bundan sonra çıxır pəncərədən çölə, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atır. İt hürən tərəfə güllə atır ki, yəni it adama hürür, yad adama hürür, adam olur orada. Hə, deməli, qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını sovub sahilə endilər. Deməli, endirdilər. Aha. O səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Onu fikir götürdü ki, yəni kimdir bu mənim düşmənim ki, tez-tez mənə sataşır. Deyir, tez-tez mənə sataşan kim olar deyə öz-özünə suallar verdi. Deyəsən burada ayrı əl var. Bəlkə deyəndə, baxın, Cahandar ağa burada nəyə fikirləşir? Yadınıza düşür, Cahandar ağanın oğlu var, Şamxal. Bu Çərkəz var idi, Şamxalın dostu. Axı onun bacısını qaçırtmışdı. Deyir, yəqin indi o Çərkəz də bizdən yəni acıq çıxmaq üçün gəlib belə bir şey eləyib də, o Şamxalın dostu. Belə fikirləşir bu bəlkə hissəsində. Sonra Cahandar ağa duruxdu. Mələyin bunu fikirləşir, sonra da deyir ki, əş elə olmaz da. Tez ağlına gəlir ki, deyir, Mələyin əvvəlki ərini indiyə qədər yadıma salmadığına, deməli, bu barədə təzə arvadı ilə bir kəlmə də danışmadığına, etmədiyinə özünü də təəccüb elədim. Yəni fikirləşir ki, elə o olacaq. Və deyir ki, yəni mən indiyə qədər heç mələkdən bunu bir kişinin evindən qaçırtmışam da. Nə ondan bir söz çıxmayıb, nə mən soruşmamışam ki, bəs sənin ərin kimdir, kimlərdəndir, heç bu barədə bir kəlmə də danışmamışıq. Deyir, 100% indi elə mənə bu sataşan, elə onun o əridir. Nökərləri geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb, baxın yenə Tapdıq. Bu hansı Tapdıqdır? Hansı ki ilk səhnələrdə də Şamxalla Cahandar ağanı ayıran Tapdıqdır. Aha. Tapdıq, hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəlir. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzür. Nə oldu?
deyir. O da deyir, tuta bilmədik. Ağa, mən qabığını kəsənəcən özünü suya atdı. Qabağını kəsənəcən özünü suya atdı. Kişi paprozunu sümürüb otaqda gəzindi. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dinləndi. Ağa, deyirəm gülləniz boşa çıxmayıb. Nədən bilirsən? Bax bu deyir ki, Tapdıq gəlir deyir ki, bəs biz onu Cahandar deyir tuta bildiniz, yəni qaçıb gedəni. O da deyir ki, tuta bilmədik də. Sonra görür ki, bir sakitçilik oldu. Yəni Cahandarın keyfi pozuldu, qanı qaraldı əməlli başlı. Sükutu pozur bu Tapdıq və deyir ki, ağa, gülləniz boşa çıxmayıb. Yəni boşuna getməyib gülləniz. Ağası da deyir ki, nədən bilirsən? Bu da deyir ki, bundan deyə Tapdıq əlindəki yun başlığı göstərdi. Qana bulaşıb. Deməli Tapdıq da deyir ki, bundan bilirəm. Əlindəki yun başlığı, yəni şalı göstərir. Əlindəki yun şalı göstərir ağasına və deyir qana bulaşıb. Yəni qaçıb gedən hansı ki o Allah yar var ya, mələyin əri. O idi bura basqın eləyən, Cahandar ağanın evinə basqın eləyən və o vurulmuşdu Cahandar ağa tərəfindən böyük ehtimalla və onun şalı elə Cahandar ağa tərəfindən vurulmuşdu. Hə. Nəyi? Aha. Və onun şalı deməli qaçıb gedəndə yolda qalmışdı. Yolda qalmışdı, yəni düşmüşdü də onun qanlı şalı. Bunu Cahandar ağaya Tapdıq göstərir və deyir ki, deməli nədir? Sizin gülləniz boşuna getməyib. Yəni o yaralanıb. Aha, bundan sonra baxın, mələk var idi o kişinin əri. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı əlinə götürdü və özü də hiss etmədən onundur deyə qışqırdı. Bu hardan tanıdı? Mələk özü hörmüşdü, səhvim yoxdursa bu şalı Allah yar ağaya, Allah yara və şalı görən kimi, qanlı şalı görən kimi tanıyır ki, hə bu Allah yarın şalıdır ki vurulub. Aha, Cahandar ağanın dişləri kilitləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşmüşdü. Cahandar ağanın deməli kəndin ortasındakı artıq burada bir hissə bitir, keçirik digər bir hissəmizə. Kəndin ortasındakı təpədə iri tut ağacının kölgəsində böyük bir mələkə var idi. İndi də cəmaət böyük maraq və intizarla bura toplaşmışdı. Cahandar ağa da buradaydı. Elə bu zaman Aleksey Osipoviç də Əhməd mələkəyə yaxınlaşdı. Aleksey Osipoviç mələkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı. Diqqətlə kişinin üzünə baxdı. Siz Əşrəfin atası deyilsiniz ki? Kim deyir bunu? Deməli Aleksey Osipoviç. Bəli, Cahandar ağa yavaşca dinləndi və ayağa qalxdı. Uşaq necədir? Canlı başır sazdırmı? O da deyir ki, təkdir, dostlarına ötürü yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəbədə heç kim oxumur. Elə sizin kəndə ondan ötürü gəlmişəm. Gərək kömək edəsiz. Uşaqlardan seçib oxumağa aparaq. Söhbət bu yerə çatanda aralığa sükut çöktü. Cahandar ağa nə cavab verəcəyini bilmədi. Deməli, baxın, bu hissədə bir sıra ixtisar olunan hissələr var idi. Onlara toxunaq. Bax, burada Sadıq obrazımız ki var idi. Ümumiyyətlə, heç danışmadıq. Birinci hissədəsində biraz toxunmuşdum. Yenə də deyim. Hansı ki, elə neynir? Bu Sadıq obrazı çox araqatan bir obraz idi. Bu Sadıq obrazı, yəni kəndin mollası bu Aleksey Osipoviçlə Əhməd deyirik axı, bax bu hissədə demişik, qobranı silək. Hə, bu hissədə dediyim Aleksey Osipoviçə demişdilər ki, uşaq yığ gətir. O da Əhmədə deyir ki, yəni kəndi uşaqlarına yığ aparaq. Əhməd də deyir ki, bir molla Sadıq var, o bizə imkan verməyəcək. Bu Əhmədlə Aleksey Osipoviç birləşir. Bugün səhəri gedirlər həmin mollanın, yəni bu molla Sadığın yanına ki, onunla danışsınlar, uşaqlardan götürsünlər, aparsınlar seminariyada oxutdurmağa. Bunlar elə bura gələn momentdə, yəni bunlar bura gələn vaxtda molla Sadıq əslində dərsdə bir uşağı şallaqlayırdı, yəni döyürdü, ağacdan döydürürdü. O da nəyə görə? Nəsə belə qəribə bir təfədül tüdə deyirdi, təfədül təd deyirdi. Oğlan da təfədül tü deyirdi, belə bir şey idi. Yəni ərəb sözlərindən birini uşaq düzgün deyə bilmirdi deyə Molla Sadıq onun belə ağacla vururdu ayaqlarına. Bu hissədə də Aleksey Osipoviç və Əhməd gəlirlər, çatırlar Molla Sadığın sinifinə, içəri girirlər və Molla Sadıqla başlayırlar danışmağa ki, bəs bizim belə bir qərarımız var, uşaqlardan yığıb aparmaq istəyirik ki, bəs oxutduraq da. Molla Sadıq da əslində elə verə bilərdi uşaqlardan, amma onlara deyir ki, uşaqlar mənim uşaqlarım deyir ki, hərəsinin öz valideyni var. Siz 1-2 günə gəlin, 1-2 gün sonra gələrsiz, mən sizə deyərəm də, yəni onların öz valideynlərini yığaram bura, onlarla danışarsınız ki, kimin valideyni icazə versə onu apararsınız deyir. Molla Sadıq da bunu niyə belə deyir? Əslində yaxşı bir şeyə görə yox. O özü əvvəlcədən valideynlərlə danışacaqdı. Həm də istəyir ki, bütün valideynləri yığsın bura, beynini doldursun ki, bəs xristianlarla müsəlmanlar orada bir oxuyur, heç bir valideyn icazə verməsin, heç kim bunu apara bilməsin uşaqlardan. Hə.
Deməli, valideynlərin elə gün gəlir çatır, valideynlərin hamısını yığırlar bura. Valideynlərin hamısını yığırlar bura. Deməli, Əhmədlə Aleksey Osipoviç, bir də Molla Sadıq da burada olur. Valideynlər əsəbləşirlər, hərə bir söz deyir, hər başdan bir səs çıxır. Hətta o qədər qarmaqarışıqlıq yaranır ki, az qalırlar Əhmədlə bu Aleksey Osipoviçi döyüb öldürsünlər də ki, bəs bizim uşaqlarımızı niyə pozursunuz? Niyə xristianlarla bir yerdə oxutdurmağa aparırsınız? Bundan sonra elə Molla Sadıq da qıraqdan durub baxır. Bu hissədə də artıq onlar çox pis vəziyyətdə qalmışlar. Cahandar ağa girir araya və bu Aleksey Osipoviçlə Əhmədi oradan belə xilas eləyir. Qışqırır, girir araya, deyir Molla Sadığa yaxınlaşır. Deyir, bəs sən kimsən ki, mənim olduğum yerdə ağalıq eləyirsən, mən hələ ölməmişəm. Sən niyə qarışıqlıq salırsan falan filan. Belə əsəbləşir Molla Sadığa və bir növ Molla Sadığın bu planını puç eləyir və onu cəmaət arasında pərt eləyir Cahandar ağa. Bu söhbətdən sonra da Molla Sadıq Cahandar ağadan belə bir növ necə deyək, narazı qalır da. Onunla onun arasında ədavət yaranır. Cahandar ağa ilə Molla Sadıq arasında bir ədavət yaranır ki, Molla Sadığın bu işinə Cahandar ağa mane oldu. Bu hissədən sonra da Cahandar ağa elə şey eləyir, oradakı kənd əhalisinə də əsəbləşir ki, bəs deyir, qonağa da belə davranarlar, nə edirsiniz siz falan. Əhmədi də, Aleksey Osipoviçi də götürür, aparır öz evinə və onlar Cahandar ağanın evində gecələyirlər. Nəysə, bundan sonraki hissədə bax burada verilib. Bu Molla Sadıq dedim ki, Cahandar ağadan, yəni narazı qalır da, onunla arasında bir ədavət olur. Bəs bu ondan intiqam almaq üçün, Cahandar ağadan intiqam almaq üçün boş dayanarmı? Əlbəttə ki, dayanmaz. Bilirsiniz, birinci hissədə də adını çəkmişdik. Cahandar ağanın bir bacısı var idi, Şahnigar adlı. Bu Şahnigar obrazı dediyimiz kimi ərindən tez, yəni əri tez ölmüşdü deyə dul qalmışdı və deməli nə edirdi? Əri öləndən sonra bir növ bir azadlıq var idi bunda. Pis obraz deyildi, sadəcə deyib gülməyi sevən, yəni əylənən, oynayan, toylarda oynayan belə bir obraz idi. Şahnigar xanım, Cahandar ağanın bacısı. Bu da bir gün Molla Sadıq da bir gün bir məclis qurdurur, meyxana məclisi qurdurur və orada əslində normalda nicari məclisi də deyirlər buna. Ancaq orada kişilər olurdu, amma bu dəfə həmin elə məclisin iyrəncliklərini, Molla Sadığın iyrəncliklərini göstərmək üçün müəllif orada qəsdən qadınlar da otuzdurmuşdu. Deməli, qadınlar da var idi o məclisdə. Həm kişilər, həm qadınlar bir sıra, yəni yarı-yarı oturmuşdular. Və bura Şahnigarı da çağırır Molla Sadıq, çağırtdırır. Şahnigar gəlir, yəni elə bilir ki, normal məclisdir da. Əvvəl deyir ki, yox, qardaşım bilsə məni öldürər falan. Amma yoldan çıxardıb gətirirlər. Yəni qardaşım bilsə ki, bu kişilərlə eyni məclisdə oturur, pis olardı da. Cahandar ağa əsəbləşərdi. Yenə də bunu yoldan çıxardıb gətirirlər həmin məclisə. Şahnigar birinci görür ki, yəni normal məclisdə belə fikirləşir. Lakin sonradan artıq mahnı başlayırlar. Orada oynama səhnəsi var. Hətta bu şeyin əsərin kinosuna baxsanız sizin üçün çox maraqlı olacaq. Filmdə də orada qəribə bir oynayırlar qəribə. Oynayırlar. Şahnigar da baxır, yəni fikirləşir ki, yəni mən hara düşmüşəm, bura haradır, yəni bunlar niyə belə eləyirlər falan. Ətrafı mühiti anlamağa çalışanda Molla Sadıq buna yaxınlaşır, Şahnigarın qolundan tutur və ona yaxınlaşır, bir çirkin əməlini həyata keçirmək istəyəndə həmin sırada Cahandar ağa içəri girir və xəbər alır ki, yəni xəbər almışdı ki, Şahnigar deməli buradadır. Yəni gedib meyxanaya əsəbləşir, tez minir ata. Bu xəbərdə necə alır? Deməli belə deyim, paypuş almışdı, yəni bayramlıq almışdı da Cahandar ağa. Həm öz ailəsinə, həm qohumlara falan, hamısına deyir ki, yəni bayram vaxtı verərik. Amma tapdığı göndərir ki, Şahnigarın payını indi apar ver da. Şahnigara da yəni öz bacısına hədiyyələr almışdı. Tapdığı aparır Şahnigara verməyə payı, bayram payını, Cahandar ağanın bayram payını verməyə aparanda oradan xəbər tutur ki, Şahnigar burada deyil, meyxanadadır. Yəni evdə deyil. Bunu tez gəlir Cahandar ağaya deyir ki, Şahnigara verə bilmədim. Çünki Şahnigar burada deyil, meyxanadadır. Bundan sonra da deməli Cahandar ağa əsəbləşir və tez yola düşür, gedir həmin meyxanaya doğru. Gəlir, çatır, bir güllə açır və deməli hamı dağılışır. Şahnigarla Cahandar ağa göz-gözə gəlirlər və o çox əsəbləşir. Şahnigar da çox utanır elədiyi hərəkətdən. Həmin bu hissədə dediyimiz kimi, deməli Molla Sadıq Şahnigarı yaxınlaşmaq istəyirdi, lakin Cahandar ağa elə bil ki, onun qolundan tutur. Elə bil ki, Molla Sadıq Şahnigarın qolundan tutub sıxanda Cahandar ağa güllə açır və o da qaçır. Elə Cahandar ağa Şahnigarı götürür və öz qabağına salır, piyada şəkildə aparır Kür qırağına. Kür qırağına aparır
aparır. Yəni belə deyim, bir növ namusunu təmizləmək üçün bu əsəbi idi, çox əsəbi idi. Çünki Şahnigara deyir ki, Kür qırağına aparır. Bu yol getdikcə də Şahnigar fikirləşir ki, ay Allah, görən qardaşım məni öldürər, ya öldürməz, öldürər, ya öldürməz. Elə yol boyu ancaq bunu fikirləşir. Elə çatana yaxın fikirləşir ki, yox, öldürməz qardaşımdır. Sonra bir də ağlına gəlir ki, bəlkə öldürdü. Nəsə Kür qırağına çatırlar. Qardaşım ona deyir ki, şəhadətdir, əl üzüvü yu. Hə, onda da Şahnigar fikirləşir ki, yəqin əl üzümü yuzuzdurur da. Yəni bir şey eləməz yəqin. Fikirləşir, amma o əl üzünü yuyan sırada Cahandar ağa onu arxadan güllə ilə vurur və Şahnigar Kür sularında, Kür çayının suyunda eləcə ordaca ölüb gedir. Deməli Cahandar ağa Şahnigarı öz bir növ bu əsəbinə qurban gedib öldürür. Öz bacısını. Bu da Molla Sadıqın Cahandar ağadan aldığı bir belə deyim intiqam olur ki, onun bacısını belə bir vəziyyətə salır. Bundan sonra da həmçinin burada Allahyar deyəcəksiniz. Bəs bu Allahyar var idi, mələyin əri, o necə deməli intiqam alır? O da dediyi axı baxın burada gəlir, yadınıza düşür, burada dedik İkinci hissə dedik ki, gəlir bu Cahandar ağanın evinə, ot tayalarına od qoyur, sonra nə bilim yaralanır qaçanda falan. Bu hissədə Allahyar ancaq od qoyub qaçmamışdı. Allahyar həmçinin deməli Cahandar ağa sonradan xəbər tutur ki, Cahandar ağanın atının quyruğunu və yalını qırxır. Yəni o da o vaxtlarda yəni kişi üçün ən önəmli şey at, arvad, bir də papağı idi də. Yəni namus, at, arvad, papaqdır. Bunlar kişi üçün önəmli idi. Cahandar ağanın atını, ən sevimli atını, atının adı da Cahandar ağanın Qəməri idi. Cahandar ağanın atının adı Qəmərdir. Bu Qəmərin quyruğunu və yalını qırxır. Bu da elə bil ki, bir növ Cahandar ağanın namusuna toxunmaq, qeyrətinə toxunmaq kimi bir şey idi. Dediyim kimi o vaxtlar elə idi. At önəmli bir şey idi kişilər üçün. Cahandar ağanın atının Allahyar Qəmərin quyruğunu və yalını qırxdırır və bundan sonra da qaçır, qaçanda da yaralanır, o hissi heç. Cahandar ağa da əlbəttə ki, bundan çox əsəbləşmişdi və bundan sonra deyir ki, mən bu atı birdən sürə bilmərəm də. Yəni mən bu atı birdən nə üzlə çapasam ki? Yəni day bunun quyruğu falan qırxılıb. Yəni bu çox pis bir hadisə idi həmin dövr üçün. Cahandar ağa götürür ilə Qəməri də aparır bir şeydən atır, uçurumdan aşağı atır və atı oradaca öldürür ki, onsuz da mən bunu bir də çapa bilməyəcəm. Hər baxanda da utanc hissi keçirməyim. Bu da belə ixtisarla verilmiş bir neçə hissəni də burada aydınlatdıq. İndi